Salam dəyərli həmkarlar, hamınızı xoş gördük. Bankers Blanket Bond ya da daha çox işlətdiyimiz adı ilə BBB sığortası üzrə təlimimizə xoş gəlmisiniz. Bugün biz sizinlə bu məhsulun dərinliklərinə enəcəyik. Satış və underwriting mütəxəssisləri olaraq bizim üçün bu məhsulun maliyyə qurumları üçün niyə bu qədər həyati olduğunu anlamaq çox vacibdir. Yol xəritəmiz belədir. Əvvəlcə BBB-nin nə olduğunu və təməl məntiqini anlayacağıq. Sonra onun texniki strukturunu, yəni təminatlarını bir-bir araşdıracağıq. Hansı halların istisna olduğunu və digər sığortalarla fərqini dəqiqləşdirəcəyik. Sonda isə bütün bunları gündəlik işimizdə, yəni praktikada necə tətbiq edəcəyimizə baxacağıq. Elə isə vaxt itirmədən başlayaq. Yaxşı, birinci sütunumuz əsaslar. Gəlin ən başdan təməldən başlayaq. Ümumiyyətlə, bu BBB nədir, hansı problemi həll etmək üçün yaranıb və niyə müasir dövrdə bir bank üçün bu sadəcə arzu olunan yox, kritik bir alət hesab olunur? Gəlin biraz sadələşdirək. Ən qısa desək, BBB bir bankın pulunu cinayətdən qoruyan bir sığortadır. Yəni, bu sadəcə bir kağız parçası, bir polis deyil. Bu, bankın balansını, onun aktivlərini birbaşa hədəf alan cinayət əməllərinə qarşı qurulmuş bir maliyyə qalxanıdır. Bəlkə də düşünürsünüz ki, bu ancaq böyük banklar üçündür, amma heç də elə deyil. Kimin əlində pul varsa, o pulu oğurlamaq riski də var. Ona görə də istər ənənəvi bank olsun, istər bank olmayan kredit təşkilatı, hətta indi sürətlə böyüyən fintech şirkətləri və ödəniş sistemləri hamısı eyni risklərlə üz-üzədir. İndi gələk ən maraqlı yerinə. BBB necə işləyir? Əslində məntiq çox sadədir, cəmi 3 şərt var. Birincisi, ortada qəsdən törədilmiş bir cinayət niyyəti olmalıdır. İkincisi, bunun nəticəsində birbaşa maliyyə zərəri yaranmalıdır. Və üçüncüsü, bütün bunlar bankın əməliyyatları ilə bağlı olmalıdır. Bax, bu 3 şərt bir araya gəlirsə, deməli, BBB təminatı işə düşür. Məhsulun bütün mahiyyəti budur. Yaxşı, təməli anladıq. İndi gəlin biraz daha dərinə gedək, işin texniki tərəfinə, yəni mexanikasına baxaq. Şirkətimizin sığorta qaydalarına istinad edərək, bu məhsulun içində hansı təminatların olduğunu bir-bir açaq. Bunu qat-qat bir müdafiə sistemi kimi düşünün. Birinci qat, daxili düşmənə, yəni personalın dələduzluğuna qarşıdır. Sonra gəlir fiziki risklər, bankın içində və ya daşınma zamanı oğurluq. Üçüncü qat sənəd saxtakarlığıdır. Və beləcə qiymətli kağızlardan tutmuş kompüter cinayətlərinə qədər hər bir risk üçün ayrı bir müdafiə xətti var. Baxın, bu çox vacib bir məqamdır. Müştəri ilə danışanda bunu mütləq vurğulamalıyıq. Əgər bir əməkdaş diqqətsizlikdən səhvə yol verirsə, bu BBB-nin işi deyil. BBB-nin işi əməkdaşın qəsdən, şəxsi mənfəət güdərək etdiyi bir dələduzluq əməlinə əhatə etməkdir. Bu ikisi arasında çox böyük bir fərq var. Gəlin bunu real bir misalla canlandıraq. Tutaq ki, bir kassir hər gün kassadan az-az pul götürür və hesabatları saxtalaşdırır. Sonda audit bunu üzə çıxarır və sübut edir ki, bu səhv deyil, məhz qəsdən törədilmiş mənimsəmədir. Görürsünüz, bütün məsələ o niyyətin sübut olunmasındadır. Məhz bu, klassik bir BBB hadisəsidir. İndi isə gəlin fiziki aktivlərdən danışaq. Təsəvvür edin bankın seyfini ya da yolda olan o zirəhli inkassasiya maşınını. İstər bankın daxilindəki ambarlardan biri oğurluq olsun, istərsə də pullar bir filialdan digərinə aparılarkən yolda bir hücum baş versin, bütün bu fiziki risklər məhz bu təminatın altındadır. Bəs sənədlərlə bağlı fırıldaqlar necə? Əlbəttə, bu da nəzərə alınıb. Düşünün, kimsə banka saxta imzalı bir ödəniş tapşırığı təqdim edir və ya bir çeki saxtalaşdıraraq pul çıxarır. Bu cür sənəd manipulyasiyalarından doğan maliyyə itkiləri də məhz saxtakarlıq və dəyişiklik bəndi ilə qorunur. Yaxşı, bəs banka girov kimi saxta səhm təqdim edilsə və ya kassir bilmədən saxta pul qəbul etsə, nə olar? Bax, bu təminat məhz bu cür dəyərsiz aktivlərin banka vurduğu zərəri qarşılamaq üçündür. İstər saxta qiymətli kağız olsun, istərsə də saxta əskinas, nəticə itibarilə bankın zərəri ödənilir. İndi isə diqqət! Bu, satışda ən çox səhv edilən məqamlardan biridir. BBB-nin içində kompüter cinayətləri bəndi olsa da, bu kibersığorta demək deyil. BBB-dəki təminat konkret olaraq haker hücumu ilə birbaşa pul oğurlanmasına fokuslanır. Kibersığorta isə daha genişdir. O, məlumatların sızması, sistemlərin bərpası, reputasiya zərəri kimi risklərə əhatə edir. Qısacası,
BBB pulu qoruyur, kiber isə datanı və sistemləri. Bu ikisi bir-birini əvəz etmir, tamamlayır. Yəni, təsəvvür edin ki, oğrular banka girib, amma təkcə pulu aparmayıblar, həm də qapını, pəncərəni, seyfi qırıb dağıdıblar. Bəs bu zərər? Bəli, bu da təminata daxildir. Yəni, cinayət əməli nəticəsində bankın binasına və içindəki əmlaka dəyən fiziki zərərlər də BBB polisi çərçivəsində qarşılanır. Yaxşı bir mütəxəssis təkcə nəyin təminata daxil olduğunu deyil, həm də nəyin daxil olmadığını dəqiq bilməlidir. Məhz buna görə üçüncü sütunumuz sərhədlər adlanır. Gəlin, müştəridə yanlış gözləntilər yaratmamaq üçün bu polisin sərhədlərini dəqiq cızaq. Yadda saxlayın, BBB-nin fokusu birdir. Birbaşa, cinayət nəticəsində oğurlanan pul və aktivlər. Əgər zərər dolaylıdırsa, məsələn, bankın adı ləkələndi və müştərilərini itirdi. Bu artıq BBB-nin mövzusu deyil. Yaxud dövlət orqanı bankı cərimələdirsə və ya rəhbərlik səhv investisiya qərarı verdisə, bunlar da istisnadır. Gəlin bu cədvələ baxaq. Burada hər şey çox aydın görünür. BBB oğurlanan pul, DNO rəhbərin səhv qərarı, kiber haker hücumu. Görürsünüz, hərəsi tamamilə başqa bir operadır. Bax, müştəriyə göstərməli olduğumuz əsas məqam budur. Digər sığortalarınız olsa belə, pulun birbaşa oğurlanması riski bir boşluq olaraq qalır və o boşluğu məhz BBB bağlayır. Yaxşı, kifayət qədər nəzəriyyə danışdıq, indi isə keçək işin praktikasına. Bütün bu bildiklərimizi real işimizdə, yəni gündəlik underwriting prosesində və müştəri ilə görüşlərdə necə tətbiq edəcəyik? Bir underwriter kimi biz sığorta təklifinə baxanda ilk nəyə diqqət edirik? Əslində biz müştərinin özünü nə dərəcədə qoruduğunu yoxluyuruq. Daxili nəzarət prosedurları güclüdürmü? İT sistemlərinə kimlər daxil ola bilir? Auditlər vaxtı-vaxtında və keyfiyyətli keçirilirmi? Bütün bu sualların cavabı bizə riskin səviyyəsini göstərir. Satışda olan həmkarlarım, bu hissə xüsusilə sizin üçündür. Gəlin, heç vaxt etməməli olduğumuz 3 şeyə baxaq. Birincisi, heç vaxt tam təminat vəd etməyin, çünki belə bir şey yoxdur. İkincisi, BBB ilə DNO-nu qarışdırmayın, fərqlərini izah etdik. Üçüncüsü isə istisnaları kiçiltməyin və ya gizlətməyin. Dürüstlük və şəffaflıq sonda həmişə qazandırır. İndi bir anlıq real bir keysə baxaq. Tipik bir vəziyyətdir, amma çox öyrədici. Deməli, bankın bir əməkdaşı ödəniş sənədlərini saxtalaşdırır, pulu özünü xaricdəki hesabına köçürür və pul batır. Gəlin bu vəziyyəti analiz edək. Sual: bu, niyə sığorta hadisəsidir? Cavab çox sadədir. Yadınızdadırsa, təlimin əvvəlində 3 şərtdən danışmışdıq. Gəlin, yoxlayaq. Cinayət niyyəti, yəni qəsd var? Var. Birbaşa maliyyə zərəri var? Bəli, o da var. Hadisə bankın əməliyyatları ilə bağlıdır? Əlbəttə. Deməli, bu klassik bir BB кейsidir və personalın dələduzluğu bəndi ilə tam olaraq əhatə olunur. Və ən vacib sual: bütün bunları müştəriyə necə deyək? Mən sizə hazır, sadə və təsirli bir formul təklif edirəm. Bunu bir növ lift söhbəti kimi yadda saxlaya bilərsiniz. Müştəriyə deyin: Bankers Blanket Bonds sizin bankınızın əsas müdafiə xəttidir. O, ən dəyərli aktivinizi, yəni pulunuzu, oğurluq və saxtakarlıq kimi cinayətlərdən qoruyan xüsusi bir qalxandır. Bu, həm sadədir, həm də çox aydındır. Beləliklə, yekun olaraq nə demək istəyirik? BBB sadəcə alınması gərəkən bir sənəd, bir rəsmiyyət deyil. Bu, müştəriyə verəcəyimiz ən vacib sualın cavabıdır. Bütün digər risklərinizdən əlavə və sizin pulunuzu, yəni biznesinizin qanını birbaşa oğurluqdan kim və nə qoruyur? Cavab, əksər hallarda elə məhz BBB olur.